Biz daim deyirik, insan özünə, öz əməllərinə, öz itaətinə arxayın olmamalıdır. Vallahi əməllərin qəbul olunması birbaşa Allahın fəziləti və rəhmətidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Vallahi mə ədri və ənə Rasulullah. Vallahi mən bilmirəm, hələ mən Allahın rəsuluyam, Allahın elçisiyəm. Mə yuf'alu bi və lə bikum. Mənimlə nə olunacaq və sizinlə nə olunacaq. Yəni, mənim başıma nə gələcək və sizi nə gözləyir. Mən bunu bilmirəm, bir Allaha and olsun. Əgər bunu deyən Peyğəmbər sallallahu aleyhi və səlləm idisə, bundan sonra kim öz nəfsinə arxayın olar ki, öləndən sonra onun salih əməlləri, onun itaəti qurtaracaq onu. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizdən heç biriniz əməlləri cənnətə salmayacaq. Soruşdular ki, ya Rasulallah, hətta sənin də əməllərin, buyurdu ki, hətta mənim və lə ənə dedi, illə ən yetəğəmmədəniyəllahu rəhmətihi. Yalnız Allah Teala mənə rəhm edəndən sonra. Vallahi insan bunu bilsə, insan dərk etsə ki, onun əməllərinin qəbul olunması, etdiyi salih əməllər, itaətinin qəbul olunması birbaşa Allahın fəziləti və rəhmətidir. Bu onun qəlbində Allaha yəqin iman, Allaha təvəkkülü, Allaha yəni Allah haqqında husn zəndə olmağı əkir. Və Allah təbarək və təala istəyirəm ki, bizi öz rəhmətindən məhrum etməsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.